Başlayıram kimlə? Sevda Əhmədli sizdən. Hazırıq müəllim. Tezcə dinləyəcəyim. Alo. Sevda xanım burada deyilsiniz. Məndən səsim gəlir. Gəlir mənim. Gəlir. Sevda xanım yəqin uzaqda telefona. Sara Rızayeva. Bəli, mənim. Hazırsınız? Gələcək. Tamam, başlayaq. Xahiş edirəm, Bəli. ağlamayın indidən, ağlaşma qurun. Yaxşı müəllim. Deməli müəllim, mən xüsusiyyətləri deyəcəm. Siz də onun hansı iqlimə aid olduğunu deyəcəksiniz. Yaxşımı? Aha, İyul ayının orta temperaturu 16-18. bəli. Yanvar ayının orta temperaturu müsbət 3-5. Rütubətin illik miqdarı təqribən 800 min millimetr. İl boyu bərabər. Mülayim dəniz. Söhbət hansı? Mülayim dəniz. Mülayim dəniz. Bir getdi. Yanvar ayının orta temperaturu 26-28. Aha, Özünüzdə qeyd, xahiş edirəm, dəftər qələm götürün. Hamınız yanvar, iyul yazın. Yanvar, iyul yazın, çünki sizə bundan soruşacağam. Aha, yanvar 26-28. Qeyd elədiniz? bəli. İyul müsbət 5-7. Qeyd elədiniz? Bəli. Yağıntıların illik miqdarı 600-800 millimetr. Əksər hissəsi düşür iyun, avqust aylarında. Söhbət hansı iqlimdən gedir? İyun, iyul, avqust, tropikən Aralıq dənizi cənublarının küləsi. Afərin sizə. Afərin sizə. Birini də deyirəm. İyul orta temperaturu 28-30. Yanvarın orta temperaturu 20-22 dərəcə. Rütubət tələsməyin müəllim. Rütubət 1000-1500 millimetr. Əsas hissəsi düşür iyun, iyul, avqust ayları. Söhbət hansı iqlimdən gedir? Hansı yarımkürə? 2 dəqiqə. Yay, iyulda 28-30, yanvarda 20-22. Rütubət necə dediniz? Rütubət 1500 millimetrdən çoxdur. İyun, iyul, avqust. Əsas hissəsi. Subekvatorial. Hansı yarımkürə? Şimal. Afərin. Neçə oldu? 3. İyul 16-18. Qeyd elədiniz? Bəli. Yanvarın orta temperaturu -8, -10. Rütubət təqribən 500-600 millimetr. Əksəriyyət hissəsi düşür iyun, iyul, avqust aylarında. Rütubət 500-600 dedi. Bəli. Mülayim kontinental. Mülayim kontinental. Hətta. Əla, afərin. Davam edirik. Birini də deyirəm. Eşidirsiniz? Bəli. İyul 26-28. Yanvar Aha. 5-7 arası. Müsbət. Rütubət 1000+. İyun, iyul, avqust ayları. Beş, yedi, iyun, iyul, avqust. Bəli. Deməli, subtropikin mussonu. Şimal yoxsa cənub? İyula dedinizdə 26-28-i. Bəli. Bəli, şimalı. Cənub mussonunda hansı aylarda düşür yağıntı? Cənub mussonda yayda düşür də. Cənubda musson yoxdur. Körladınız işləri. Hə. Körladınız işləri. Salam Sevda xanım. Axır ki gəldiniz. Sara xanım. Bəli. Eşidirsiniz? Bəli. Bəli. İndi rəqəmlə qoyduğum yerlərdə hansı iqlimdə onu deyəcəksiniz. Üç, 4, 5. Buyurun mənim. Deyin. Birinci mülayim dənizdir. Yes. Yayı 16-18, qışı 2-3 dərəcə, yağıntısı düşür 800 min. 2 subekvatorialdır. Deməli, yayda temperatur 28-30 dərəcə, qışda temperatur 20-22 dərəcə, yayda yağıntı düşür. Miqdar da 1500 millimetr falan. Üçüncü cənub subekvatorialdır.
Cənub subekvatorialda deməli yağıntı elə bir dekabr, yanvar, fevralda düşür. Temperatur yenə dekabrında 26-28, iyulunda olacaq 20-22 dərəcə. Dördüncü tropik səhradır. Tropik səhrada deməli 35-40 iyuludur. Yanvarda düşür hardasa 10-15 dərəcə temperatura. Yağıntısı 150-200 millimetr. Aferin. Deməli, subtropik kontinentala düşür. Subtropik kontinentalda deməli Sara xanım. Sara bəli. xanım. 5-ə diqqətlə bax. 5-də onda bərabər rütubətliyə düşür subtropikin. Düz. Deməli, subtropiki bərabər rütubətlidirsə də 16-18 yayıdır, yəni yanvarı, qışı düşəcəkdir 3-5 dərəcəyə, 3-5 dərəcə, yağıntısı da 1000 millimetr. İl boyu bərabər. Bəli. Təşəkkür. Əla. Sevda Əhmədli. Bəli. Axşamı xeyir. Sual verim yoxsa dinləyicisiniz? Tamam. Amma sizdə echo verir. Bir dənə çıxış verir təzən qoşulun. Mən ona qədər o birisi işlər sizə sual verim. Sonra Arzu Rüstəmova. Bəli. Sevda xanım, bir dənə zəhmət olmasa siz çıxış verib təzən qoşulun da. Hə, sizdə echo verir, səs geri qayıdır. Arzu Rüstəmova. Sevda xanım, səsi bağlayın, echo verir. Hə, Arzu xanım, eşidirsiniz? Tamam, hazırsa getdik. Getdik. İyul 16-18 müsbət. Yanvar -30. Rütubət 250-300 millimetr. İyun, avqust ayları. İyul, avqust ayları. Bəli. -30-a mülayimin kontinent, kəsin kontinental. Doğru. Orta illik temperaturu 26-28. 26-28. Yanvarı da iyulda 26-28. İkisi də. Aha. Rütubət 2000-3000 millimetr, il boyu bərabər. Ekvatorial. Düzdür. İyul 16-18. Yanvar -10, -12 təqribən. 8, -10, -12 bax belə. Rütubət 1000 plus iyun, avqust. Mülayim kontinental. Xeyr. Deyil. İyun, avqust. 200. İyul, isti aylara düşür də yağıntı. Mülayim musson deyil. Mülayim musson. Davam eləyək. Eləyim mən. Yanvar 16-18. Yanvar 16-18. İyul -10 dərəcə təqribən. Rütubətin illik miqdarı təqribən 400-500 millimetrdir. Əksər hissəsində düşür dekabr, yanvar, fevral ayları. Mənim Milan kontinental deyil, amma Milan kontinentalda yayını qışanda düşürdü. Bir də deyim mən. Mənfi 10 çünki orada. İyul ona yazmısınız? İyul 16-18. Bağışlayın, səhv demişəm. Üzr istəyirəm, mən səhv demişəm. Yanvar 16-18, iyul -10, -12. İyul -10, yanvar 16-18. Rütubətin miqdarı 400-500 millimetr, əksər hissəsində düşür dekabr, yanvar, fevral ayları.
Mülayim kontinentlər Aha. deyil. Hansı yarımküre? Mülayim cənub yarımkürəsi. Düzdür. Sonra yanvar təqribən 25-26 dərəcə. 25-26. İyul müsbət 5-6 dərəcə. Müsbət 5-6. Rütubətin miqdarı təqribən düşür 800 min millimetr il boyu bərabər. İl boyu bərabər. İl boyu bərabər. Bərabər rütubətli deyil cənub yarımkürəsi. Bərabər rütubətli nə? Subtropik. Subtropik bərabər rütubətli, düzdür. Sonra iyulun temperaturu 26-28. Yanvar müsbət 5-7. 5. Rütubət təqribən 700-800 millimetr. Əsas hissəsi dekabr, yanvar, fevral. Subtropikin aralığı 2 milyon. Aha, neçə oldu? 2, 3, 4, 5, 6 tane. 6 dənə verdim sizə sual. Daha doğrusu 5 tane. 5 dənə oldu. Hə. Tamam. Bir de oluşsaydı. Düz. 1 2 3 4 5. Buyurun. Birinci ekvatorialdır. Hı hı. İkincisi de subtropikin Aralıq dənizi, Hı hı. qərb sahilləri. Üçüncüsü ekvatorial. Hı hı. Dördüncü bərabər rütubətli Xeyr. düşünürdə. O Mülayim cənubdadır. kontinental. Mülayim kontinentaldır. Hı hı. 5'te de subtropik muson. Yox. Mülayim. Mülayim Mülayim muson. muson. Düz. Təşəkkür. Buyurun. Sevda xanım qoşula bildiniz? Gəlməmişdir. Hə, bax indi normalsınız. Hazırsınız? Gəlməm. Yanvar 28-30. İyul ayının orta temperatürü təqribən 20-22. Rütubətin miqdarı 1500-dən çoxdur. Əsas hissəsi dekabr, yanvar, fevrala düşür. Cənub yarımkürəsi Hı -hı. subekvatorial. Düzdür. Afərin. Davam edək. Bəli. İyul 35-40. Yanvar 10-15. Eşidirsiniz? Bəli. Hə. Yanvar 10-15. Rütubət təqribən 100-150 millimetr. Yəni il boyu quraqlıqdır. Tropik səhra iqlimi. Tropik səhra. Hansı yarımkürə? Nətəri dursun? İyul 35-40. Şimal yarımkürəsi. Şimal. Yanvar 30-35. İyul 20-22 dərəcə, 25 dərəcəyə qədər. 20 dərəcəyə qədər müsbət. Rütubət 2000 plus il boyu bərabər. Cənub yarımkürəsi mülayim bərabər. Yanvar 35-dir. İyul 20 dərəcədir. İkisi də müsbət. Rütubət 2000-dən yuxarıda, il boyu bərabər. Cənub yarımkürəsi deyəcəkdir. Ekvatorial. Xeyr. Tropik dəniz. Cənub yarımkürəsi. Subekvatorialda yay rütubət baxır. Mən il boyu rütubətli dedim. İyul 10-12. Alo. İyul 10-12. Yanvar -20. Rütubətin miqdarı təqribən 300-350 millimetr. İyun-iyul avqust. Ayda düşürsə, bu mülayim muson. Bəli. Mülayim muson. İyul 8-10 dərəcə. Yanvar -20 dərəcə.
Rütubət 304 millimetrdir. Əsasən iyun-iyul avqust aylarında düşür. Buraları zayıf okumuşum. Bence haritaya geçin. Yaxşı. Subarktik idi mən soruşduğum. Buyurun. Bir mülayim deniz. Bir mülayim dəniz. Evet. Deyil. Sevda xanım, iqlimdə yaman boşluq var. Ha, bu sonrakı mövzularda çox böyük təsir eləyəcək. İki mülayim muson. Daha doğrusu subtropik muson. Bəli. 3 tropik səhra. 4 subekvatorial. Hayır. Necə? 4 subekvatorial deyil. Tropik. Tropikin hansı tipi? Səhra. Okeanın sahilində səhra. Buradan hansı cəryan keçir? Tam Braziliya. İsti cəryan səni, bəli, tropik dəniz. Cənub yarımkürəsi. 5 isə tropik. O da şimalın tropik dənizidir. Qaldı 1. Bir hansı bir İslandiya adası. Kim deyər? Yəqin ki, subarktik. Subarktikdir. Subarktik. Subarktikdir müəllim. Təşəkkür. Çox sağ olun müəllim. Sonra deməli, Cümlə Zeynalova. Eşidirəm mən. Hazırıq. Deyirəm. İyul və yanvar. Hər ikisi 26-28. Qeyd elədiniz. Bəli. Rütubət 2000 plus. İl boyu. Bəli, 26-28. Həm subtropikdir. Yanvar. Yəni tropikdir. Tropikin hansı tipi? Tropikin. Ekvatorialdır müəllim, ekvatorial. Ekvatorial deyil, tropik. Ekvatorial. Eşidirsiniz? Bəli. İyul 35-40 dərəcə. İyul 35-40. Bəli. Yanvar da 15-20. İl boyu quraq. Ben tropik bu arada. Tropikin hansı tipi? Tropik. Tropikin hansı? Tropik səhra. Subtropik səhra yoxsa tropik səhra? Tropik səhra. Tropik səhra. Aferin. İyul 28-30. İyul 28-30. Yazdım ben. Yanvar 20-22. Aha.
Yəni Yazdım. bu cənub kürəsidir. Tələsməyin müəllim. İyul 28-30, yanvar 20-22. Rütubət 1500 plusdur. Əsas hissəsi düşür iyun, iyul, avqustda. Yəni bu ekvatorial. Şimal subekvatorial müəllim. Hə. Şimal subekvatorial. Yaxşı, iyul 26-28. 26-28. Yanvar 5-7. Yəni subtropik. Bircə dəqiqədə mən tələsməyim. Qoy rütubət dedim. Rütubətin illik miqdarı 1000 plusdur. Əsas hissəsi düşür iyun, iyul, avqust aylarına. Yəni bu subtropik olur da. Hansı tipi? Subtropik hansı tip? Dəniz tipi. Subtropikdə dəniz tipi var müəllim. Yox, yox. Musson tipdir müəllim. Tropiklərdə. Don tipidir. Musson tipi. Neçə oldu? 5 oldu. 1, 2, 3, 4, 5. 5 oldu. Tamam. Oldu. Getdik. Xəritəyə keçirəm. 1 2 3 4 5. Buyurun müəllim. Bir mülayim. Mülayim hansı tipi? Kontinental tipi. Mülayim kontinental. Doğru. Kontinental. Hı -hı. 2. O da mənim mülayim kontinental. 2 Avstraliyada. Yox, Avstraliyadır. Ben tropik. Tropikin hansı tipi? Səhra. Səhra tipi. Eşitdim ha. Sonra 3 İşte subekvatorial. Yox, 3 ekvatorialdır. 3 ekvatorial. Aha, 4 4'ü tapım. Ha. 4'te subekvatoriala düşürürler. düzdür. 5 5'te Arktik. Aferin. Təşəkkür. Tamam. Sonra Rüstəm müəllim, Bəli, müəllim. necəsiz? Hazırsınız? Sağ olun, müəllim. Buyuruz. İyul müsbət 5, Müsbət 5, yanvar -30, mənfi 30, rütubət 200-250, əsasən də iyun, iyul, avqust. iyul, avqust, deməli, müsbət 5, mənfi 30, kontinental. İyul müsbət 5, yanvar -30. Demin kontinental da cənubda. Müəllim, Tropik kontinental. müəllim, Tropik. iyul müsbət 5, yanvar -30. Arktik. Arktik, azson. Düzdür. Yaxşı müəllim, eşidirsiniz? Yanvar ayının orta temperaturu 26-28. 26, 28, İyul ayının orta temperaturu müsbət 5-7. 5, 7. Rütubətin miqdarı 600-800 mm. Əsasən iyun, iyul, avqust aylarına düşür. Bu şimalda subtropik. Şimal subtropik. Bəlkə cənub subtropikdir müəllim. Yanvar 26-28, iyul 5-7 dedim. Cənub subtropik. Bəli. İyul və yanvar 26-28. İyulda, yanvarda 26. Bəli. Rütubətin miqdarı 2000 plus il boyu. 2000 plus. Bəli, il boyu. Tropik dəniz. İyulu da 26-28-dir, yanvar da 26-28. Ekvatorial. Ekvatorial. İyul 40 dərəcə müsbət.
4, Yanvar müsbət 15 dərəcə. İl boyu quraq. 5. Bu tropik kontinental. Şimal yoxsa cənub? Şimal. Neçə oldu? 4. İyul 16-18 müsbət. 6, 18. Yanvar -30. 30. Rütubət 200-300. İyun, iyul, avqust. Deməli, bu Antarktik. Mənim iyul 16-18 müsbətdir. Arktik. Mənim Arktika bayaq iyul 5 dərəcə dedi ya. Bir dəqiqə. Müsbət 16, 18, -30. Yazdınız ora. Kontinental, tropik kontinental. Mənim yazmısınız ora. İyul və yanvar yazmamısınız. Yazdım. Yanvar 30 dediniz də. Yanvar -30 dedim ay mən. -30, dedim. Subtropik müəllim. Mülayimin kəskin kontinental. Keskin kontinental. Kəskin kontinental. 1 2 3 4 5 Buyurun mən. Birinci düşür mülayim subtropik. Mülayim subtropik mənim. Bir Afrikanın cənubunda deyil. Tropik dəniz mənim. Subarktik. Mənim Tropik dəniz. tropik dəniz. dəniz. 2 düşür Avustraliyada. Subtropik. Subekvatorial mənim. Subekvatorial. Üst düşür. Bu da tropik dəniz deməli, yoxsa arktikdir? Mülayim dənizdir mənim. Cənub kəmçəsi. Dördüncü subtropik. Subtropikin hansı tipi? Subtropik səhradır. Kontinental tip. Düz. 5-ci cənubuz. 5 də ekvatorial. Düz. Ekvatorialın hansı tipi deməli? Səhra tipi. Yox. Bu indi göstərdiniz, yoxsa bayaqki Bəli, bax bu. dəniz Ekvatorialın dəniz tipidir. Bəs kontinental tipi hardadır? kontinental tipinin səhra mərkəz hissədədir. Təşəkkür müəllim. Müəllim, ekvatorialda yarım tip yoxdur. Aynen. Bir dənə elə ekvatorialdır. Leyla Quliyeva. Leyla xanım, buradasınız. Bəli. Ekvatorial kontinental tipini bilirdiniz siz. İndi öyrəndim. Hazırsınız? Bəli. Getdik. İyul müsbət 16. Yanvar -10, -12. Var, -10, 12. Rütubətin miqdarı təqribən 400-500. İyun, iyul, avqust. Mülayim kontinental. Aferin. Yanvar ayı müsbət 24-26. İyul ayı müsbət 5-7 dərəcə. 5, 7. Rütubət təqribən 800.000 millimetrdir. İl boyu bərabərdir. 800 mil. Mən bu cənubda yerləşir. Subtropik bərabər rütubətlidir. Aferin. İyul 26-28 müsbət. 8. Yanvar 0, -2, -3 belə.
0, -2, Hə, -3. çünki belə deyək də, müsbət 1-2 ilə mənfi 1-2 arasında dəyişir təqribən və belə fikirləşin. Rütubətin illik miqdarı təqribən 300 millimetrdir. O da düşür dekabr, yanvar, fevral ayları. Rütubət nə qədər deməli? Təqribən 200-300. 200, 300. 26-28-də İyulda 26-28. tropikin kontinentaldır. Aferin. Neçə oldu? 1, 2, 3, 4 dənə. 4 oldu. Aha. İyul müsbət 8-10. Yol, müsbət 8, 10. Yanvar mənfi 20. Şey, Rütubətin miqdarı təqribən 300-400 arasıdır. İyun, iyul, avqust. 304. Subaktikdir. Mənə soruşursunuz. Yaxşı, subaktik olsun. Aferin. Düzdür. 2. 2. 3. 3. 4. 5. Buyurun müəllim. Bir subaktik. Məndən soruşursunuz yenə. Elə subaktikdir. Hə, 1-ə bir yuxarı subaktik. Hayır. Yalan danışırsınız. Leyla xanım yalanınızın birini tutun. Bir dəqiqə baxmam lazım. Baxın. Skandinaviya tərəfdən götürəndə. Mən mülayim kontinental. İndi düzdür. Sonra Sonra 4 ekvatorial. Yox, 4 ekvatorial. nə? 4 subekvatorial. Cənub yoxsa şimal? Cənub. Düzdür. 3 Sizi dinləyirəm. Deməli, Ha? Aralıq dənizidir 3. Görürsünüz bir dənə işarə verdim də sizə burada. Görürsünüz Aralıq. Arzu xanım o dəqiqə tutdu nədən danışdı. Yaxşı 2 ilə 5-i də deyin. Qoyun bir dənə 5'e var. 2 Hə, Leyla xanım. Mən mülayim də. Bəli, mülayim dəniz. Görürsünüz mülayim dənizi vermişəm bu. Aha. 5'e de neyse. Tapar. 5 də mülayim dəniz deməli. Bəli, mənim mülayim dənizdir, aferin. Çünki eyni istiqamətlə. Düz. Axır ki tutdunuz, axır ki. Təşəkkür. Lalə Abbasova buradadır. Bəli, mən. Buradasınız, hə, tamam. Könül Qasımova qoşulmusunuz siz. Bəli, mənim axşamınız Axşamınız xeyir. Sual cavab edirsiniz, salamlaşmadım, narahatləməyib dedim. Hə, tamam. Əsas buradasınız. O birlər kimi qrupun 70% dinləyicidir. Siz də dinləyici deyilsiniz ki. Yox, xeyr. Tamam o zaman. Lalə xanımdan sonra gəlirəm sizə.
Hə, o. Lalə xanım hazırsınız? Bəli. Getdik. Lalə xanım. İyul 28-30. Qeyd eləyin özünüzdə. Zəhmət olmasa dəftər qələm götürün. Bəli. İyul 28-30. Yanvar ayının orta temperaturu 20-22. Rütubətin miqdarı 1500 mm-dən çoxdur. Əsas hissəsi düşür iyun-iyul avqust aylarında. Tropik dəniz. Tələsməyin. Tropik dənizdə rütubət il boyu bərabərdir. Mən iyun-iyul avqust ayları. Qeyd elədiniz dediklərimi. Bəli. İyula nə yazdınız? 28-30. Yanvara nə yazdınız? 20-22. 20-22. Qaysın. Rütubəti nə qədər yazdınız? 1500. 1500 mm. Hansı aylar yazdınız? İyun-iyul avqust. Hansı? İyun, iyul, avqust. Düzdür? Bəli, 1000-1500 dediniz. 1500 plus fərqi yoxdur o belə. Təqribən belədir. Hı. Sizcə nə olar bu? Subekvatorial. Qaysın. Bu şəkildə yazdınız müəllim. Bax bu formada yazıb qoydunuz. Bəli. Ha, tamam. Davam eləyək. Bəli. Yanvar 28-30. Ay, bağışlayın, üzr istəyirəm. Yanvar 26-28. Müsbət. Bəli. İyul müsbət 4-6. Rütubətin miqdarı təqribən 500-700 mm. Əsas hissəsi iyun-iyul avqust aylarına düşür. Subtropik aralıq. Hansı yarımkürə? Cənub. Aferin. İyul 26, 15, 16, 18. Yanvar müsbət 3-5. Rütubətin miqdarı 1000 mm-dir. Əsasən də bərabərdir. Bərabərdir müəllim. Mülayim. Bəli. Mülayim dəniz. Doğru. Doğru. Neçə oldu? 3 müəllim. 3 oldu. Aha. İyul müsbət 8-10. Yanvar -30. Rütubət 300-400 arası. İyun-iyul avqust. Yanvar nə dediniz müəllim? İyul müsbət 8-10. Yanvar -30. Antarktik, subantarktik. Subarktik. Yanvar -30. İyul -70. Rütubət 200-300 təqribən dekabr, yanvar, fevrala düşür. Kontinental, subtropik kontinental. Subtropikin harasıdır ki orada yanvarı -30'dur, iyulu -70'dir. 200-300. Müəllim, niyə rütubətə görə təyin edirsiniz? Bəs temperaturu elə belə yeri deyirəm bəs. Yanvar, iyul temperaturunu yazdınız müəllim. Bəli. Nə yazdınız yanvara? 70 mənfi. -70 iyula yazdınız, düzdür? -30, yanvara -30 dedim. İyula -70 dedim. Düzdürmü müəllim? -70, -30 hara olar sizcə? Lalə xanım hara olar? Bilmədim. Ay mən Antarktidada da. -70 dərəcə insan yaşaması üçün əlverişli mühitdir ki, -70-dən danışıram, müəllim. Qışda -2 dərəcə olan kimi
Kombi ayda 200 manat yazır bizdə nağdısından. Hər yerdə də, indi hamımızda deyirəm. Üstəgəldə da geyinmədiyimiz palto dublyonka qalmır ki, nə var, -2 dərəcəyə düşür. -70-dən danışıram, müəllim. Davam eləyək. Yaxşı deyir, subtropik kontinental. Özümə şübhələndim ki, bu haradır belə? Yağıntıya görə əzbərləmək. Həmən yağıntı bəs onda elə az da sizə yağıntı ilə soruşacağam. Yaxşı deyir. Müəllim bir də haran soruşam. Yer tapıram, soruşma. 5. Buyurun müəllim. Bir subtropik. Subtropikin hansı tipi? Hansı tipi? Bəli. Aysa subtropik? Kontinentaldır. Subtropik kontinentaldır. Aferin. 2 subekvatorial düşür. Aferin. Benim bitecek. Tropik deməli. Neçə? Necə? Neçənci rəqəm? Hansı deyirsiniz? 3 subtropik. Tropik yoxsa subtropik? Tropik. Xeyr, mənim subtropik diyorum. Subtropik mussondur. Sonra? Mussonu. Bəli, Şimal Amerikada da subtropik mussondur. 4 subekvatoriala düşür. Şimal yoxsa cənub? Cənub. Aferin. 5. Afrikanın. Tropik deməli, tropik Səhra. səhra. Düz. Səhraya düşür. Düzdür. Təşəkkür edirəm Nalə xanım. Könül Qasımova. Bəli, mən. Hazırıq. Bəli. Getdik. İyul 16-18 müsbət. 16-18 müsbət. Yanvar 30 mənfi. Yanvar 30. Mənfi 30. Rütubət 300. İyul, avqust. Mülayimdir, kontinentaldır, şimal yarımkürəsi. Mülayim kontinental yoxsa kəskin kontinental? Kəskin kontinental, mən. Aferin sizə. Mən İyul müsbət 5. İyulda müsbət 5-dirsə. Yanvar mənfi 30. Şimalın. Rütubət 200 mm. İyul, avqust. Şimalın Arktiki. Aferin sizə. Arktikdə şimaldadır. Aha, zaten şimaldadır. Mən yazmaqla dinləməyə ikisini bir arada çatdıramıram, ancaq şifahi deyirəm. Tamam. İyul 28-30. Yox, bağışlayın, 35. Müsbət. İyulu. Yanvar 20 müsbət. Şimal yarımkürəsi. Rütubət 2000 plus il boyu. 2000 plus il boyudursa bu subekvatorialın. Yox, deyək 2000 plus. Ekvatorialdır. Yox, ekvatorialda fərqi yoxdur axı yanvar iyulu. Subekvatorialda olmağına. Hətta. Şimal subekvatorialda mən. Hətta. Yox, tropik səhra. Yox, tropik mənim. Uf, tropik rütubət. Ekrana baxmıram ki, nə yazmışsa. Yəni tropik. Yox, baxıb eləməyin. Nə edirsiniz? Tropik dənizdir də, mənim rütubətlidir. Tropik dəniz. Və siz logosunu da belə qoydum, bana tutmadınız. Onda ekrana yazırsa, mən ekrana baxıb deyim. Baxın deyə bir də başqa. Mən bunu birləşirəm, təxmini, yəni ona görə. Tamam. Hazırsınız?
Hə, bəli. Getdik. İyul müsbət 2-3. İyul 2-3. Aha. Yanvarı 16-18. Rütubət 800 min arası dəyişib il boyudur. İyulu 2-3 deyirəm mən. İyul müsbət 2-3. Yanvar 16-18. Mülayimin olmalı. Mülayim dəniz, Hansı yarımkürə? cənub yarımkürəsi. Qərb yoxsa şərq? Nə fərqi var ki? Qərb, Dedim daha bəlkə. şərq var. Sadəcə materiklərin qərbində, şərqində ola bilər də. Tamam. Neçə oldu sizə bunu verdiyim? Mən yazmıram. 3 olmalı deyirsən. 3. İyul 26-28. Aha. Yanvar iyul neçə dedim? 26-28. Yanvar müsbət 3-5. Rütubət 1000 plus iyun-iyul avqust ayları. Subtropikdir bu. Hı -hı. Muson. Subtropikin musonu. Aferin. Aferin. İyul 10, yanvar -30, rütubət 300, iyun-iyul avqust. Biraz sürətli. Bəli. Bir də deyirəm tutmalısınız. Demədi. Aferin sizə. Allah oldu. Allah oldu. Şönül xanım. Təşəkkür. Getdik. Davam edirik. Xəritəyə keçirik. Bəli. Bir. İki. Üç. Yəni adanın yarısını qoymuşam. Ha, yarısını qoymuşamsa yarısına cavab verirsiniz. Bütöv qoymuşamsa bütövünə cavab verirsiniz. Mən harda gəlizləri var işarələmişsə. Bəli, bəli, bəli. Bəli. Nə var? Nətərliyim? Şunu xanım yetişdirək. Nəsə belə bir dıngılıca bir şey. 5 qalıb qalın. Yoxsa mən görmürəm. 5 yazmışsın. Yox, elə 5 axtarada da ki, hərə qoyub ki, Allah'a da xoş gəlsin, bəndəyə də xoş gəlsin. 5. Grenlandiyanın Antarktidanın üstünə qoyun fəthində. Al, yaxşı, bu da 6. Qoydum, bax sizin sözünü yerə salmam. Buyurun. Buyurun, müəllim. Bir tropikdir. Tropikin bu səhralı dövrdə başqa var. Aferin. Yox, Düzdür deyir, düzdür. Başdırmayın özünü. 2-yə getdik subtropikdir, subtropik kontinental. Aha. 3, Madagaskarın yuxarısı düşürdü subekvatoriyala, aşağısı düşürdü tropikə. Aferin. Sonra 4-ə gedək, bu bəllidir, şeydir, subarktikdir. Aferin. Hətta deməli, bu belə deyil, bu bəllidir, subarktik. Yaxşı, dəyə düşədik qədər. Yaxşı, sizə başqa saat. Ora rahat idi da. Aha. İndi 5. Çin subekvatoriyala düşürsə, onun böyrü də subekvatoriyal olacaq da. Aferin sizə. Subekvatoriyal. Şoğun xanım, siz bacınız da o vaxtı məndə hazırlaşırdı deyəsən, sizdən paralel, düzdür, yoxsa səhv salıram? Bəli. Mən 2 dəfə yarımçıq hazırlaşmışam. Atalar işdən deyir. Bacınız deyir. O da hazırlaşıbdı. Ha, deyirəm, bax, O da yarımçıq hazırlaşıb. O da yarımçıq. Deyirəm, sizdə belə bir şey olmuş. Təşəkkür müəllim, çox sağ olun. Sağ olun. Sonra. Aynur xanım, siz dinləyici idiniz, müəllim dediniz, yoxsa? Müəllim, yenə demişdim, amma bir vaxt dediniz ki, qrupun 70% dinləyicisi lap utandım. Yox, sual verin. Estağfurullah, müəllim. Yaxşı öyrənməmişəm mən, amma verin. Necə istəyirsiniz? Hə, verir. Nərminə xanım, siz də dinləyici idiniz, dediniz, yoxsa? Nərminə xanım dinləyici dedi, müəllimlər. Həli bəli. Hə, tamam müəllim. Aynur xanım, hazırsa getdik. Bəli, bəli. İyul 35-40, yanvar 15, müsbət 15, hər ikisi, iyul müsbət 35-40, yanvar müsbət 15,
20 arası, rütubət 200 mm, il boyu quraqlıqda belə deyil. Söhbət hansından gedir? Bəli, tropik səhradır. Afərin. Şimal yarımkürəsi. Şimal yarımkürəsi. yarımkürəsi tropik. Sürətli deyirəm, sürətli cavab istəyirəm sizdən. Razısınız? Bəli, durun baxaq da. İyul 16-18, yanvar müsbət 2, iyul 16-18, müsbət, yanvar 2-3 müsbət, rütubət 1000 plus, il boyu. Necə mən çatdıramadım. İyul 16-18 müsbət, yanvar 2-3 müsbət, rütubət 1000 plus, il boyu. Müsbət nə idi? Rütubət 1000. 1000 plus, il boyu. 800 min il boyu. 800 min il boyu. Subtropik musson. Bax müəllim. Subtropik musson. İyul 16-18. Yanvar 2-3. Rütubət 1000. Hə, müəllim, mülayim dənizdir, müəllim. Bəli, mülayim. Mülayim dəniz. Düzdür. Getdik. Yanvar 35, iyul 20 dərəcə. İkisi də müsbətdir. Rütubət 2000 plus, il boyu. Yanvar neçədir, müəllim? Yanvar 35, iyul 20. Hər ikisi plusdur. Rütubət 2000 plus, il boyu. Şeydir, müəllim, tropik dənizdir. Tropik dəniz. Cənub şimal. Şimal yarımkürəsi. İyul 20, yanvar 35 demişəm. Hə, iyul 20 demişsiniz. Yox, müəllim, cənub yarımkürəsi Bəli. rütubətli şey, Dənizdir. tropik dəniz. Tropik dənizdir. Qeyd eləyin yanvar, iyulu. Yaxşı müəllim. Yanvar -30, iyul -70. İyul -70. Müəllim, bu Antarktikdir də. Antarktikdir. Birini də deyirəm. Bəli. Yanvar müsbət 8 dərəcə, iyul -50, -70 dərəcə arası. Bu da mənim -50, yanvar 8, bu da Arktikdir, mənim. Bir də deyirəm. Yanvar yanvar müsbət 8-10. İyul -50, -60 arası. Təqribən. Mən Antarktikdə bu da. Yox. Subantarktik, subantarktik. Antarktik. Çaşdıyım. 5 oldu. Deyəsən, qoy sayım. 1, 2, 3, 4, 5, bəli. 5'dir. Bəli. Üç. 4. 5. Buyurun müəllim. Mənim bir subekvatorialdır, subekvatorial. Bir. Sonra 2. Mülayimdir, mülayim kontinentaldır. Kəskin kontinental. Kəskin kontinental, bəli. 3 gedir, musson iqlimidir. Subtropikin musson iqlimidir. Afərin. 4 gedir, tropik dənizdir. 5 də 5 mənimki idi, subtropikdir. Xeyr, mülayim dəniz. 5 mülayim dəniz. Çünki müəllim, buradan qərb küləklərinin təsiri ilə dəniz hava şəraiti. Bəli. Təşəkkür müəllim. Acun Səfərova. Bəli. Sual verəcəm müəllim. Bəli. Hazırlıqsa başlayaq. Başlayaq. İyul 16-18 müsbət. Aha. Yanvar -10, -12. Rütubətin miqdarı 1000 plus, əsas hissəsi iyun-iyul avqustda düşür. Rütubətin miqdarı da 1 işte əsas hissəsi yay aylarında Bəli. düşür. Tropik dəniz yox. Xeyr.
Deməli, iyul. İyulu 16-18 vermişəm. Aha. Yanvarı da vermişsiniz Mənfi mənfi. 10, mənfi 12. Mülayim kontinental. Mülayimdir, amma musson. Çünki 1000 plussun Mülayim. üstündə. Rütubəti nə qədər verdim müəllim? 1000 plussun üstündə. Əgər Bəli. rütubəti 500-600 arası versəydim, bəli, siz deyən idi. Amma görürsünüz mülayimi rütubəti 1000 plus verdi. Yaxşı müəllim. Aha. Tamam. İyul 26-28 müsbət. Aha. Yanvar müsbət 5-7. Değişir. Aha. Rütubət təqribən 600-800 mm arasında dəyişir. Əksər hissəsində dekabr, yanvar, fevrala düşür. Deməli, rütubət 600, 800. Əsas hissəsində Dekabr, yanvar, deməli, fevral. hansı Dekabr, yanvar, fevral. dekabr. Üzr istəyirəm. Deməli, 26, 28 İyul. İyul. Yanvar 5-7. Subtropikin Aralıq dənizi. Afərin. Hansı yarımkürə? Şimal yarımkürəsi. Afərin. İyul ayının orta temperaturu müsbət 4-6. Aha. Yanvar ayının orta temperaturu 24-25 dərəcə. Müsbət 24, 25 Bəli. deməli. Hər ikisi müsbətdir, bəli. Aha, aydındır. Rütubətin miqdarı 800-1000 arasıdır. Özdə Rütubət 8. il boyu. Aha. İl boyu. Bu bərabər rütubətli olacaqdır. Subtropik mülayim cənub yarımkürəsi. Afərin. Afərin. İyul 8-10 müsbət. Aha, oldu müsbət 8. Yanvar mənfi 30. Bu şimal yarımkürəsində subarktikdir məncə. Afərin. Afərin. Yoxlar laf görürəm. Hı -hı. Yaxşı. Birini deyim. İyul 35 müsbət. Yanvar 20 müsbət. Rütubət 2000 Aha. plus il boyu. Bu tropikin dənizidir. Şimal yoxsa cənub? Bir dəqiqə baxıram. Deməli, iyul müsbət olsun. Şimaldır. Şimaldır. Neçə oldu müəllim? 5. 5 oldu. Tamam, getdik. 1 2 3 Mən burada video baxmalıyam, görüm, müəllim, görmürəm, yola Ekran gəlməyib sizə? gəlməyibdir. Müəllimlər, yoxdur sizdə də ekran. Aşağı eləyək müəllim. Biraz ekranı yığın müəllim. Siz hal-hazırda ekranda nə görürsünüz müəllim? Hal-hazırda ekranda çərçivələri və hamının baş hərfi, adının baş hərfi. Bu çərçivələri görürsünüz belə. Yo, müəllim. Hə, kənarı. Aşağı sürüşdürün. Aşağı sürüşdürün, biraz yığın ekranı müəllim. Yuxarı qaydınlar. Düzəltdim, müəllim, düzəltdim. Hə, tamam. Buyurun müəllim. Deməli, birinci, burada səhv etmirəmsə, deməli, bir haradaydı. Biri hara, Aralıq dənizi birdə. Düzdür. 2 Sonra 2, deməli, burada şimal yarımkürəsində, orada məncə olacaqdır dəniz mülayim. hansı? Şimal yarımkürəsi. 2 İkini deyirəm. Xeyr müəllim, mülayim kontinental. Skandinav və şərq tərəf. Mülayim kürəsi. Bəli. Hər skandinav kürəsi. Aha. Deməli, 3 olacaq subarktik. Xeyr, arktik. Arktikdir. Hə, düz deyirsən. Adalar düşmür. Adalar Bəli. düşmüş olsaydı subarktik. Arktikdir yuxarı. Aha. Sonra həmişə qeyd edirəm. Deməli, Patagoniyada subtropikin məncə deməli Patagoniya bərabər rütubət. Bərabər rütubət. Patagoniya deyil mənim, La Plata. La Plata bizim olaqda. Estağfurullah. Bura 5. Aha, bir də ki 5-də subekvatorialdır. Şimal yoxsa cənub? Cənub. Düzdür. Təşəkkür. Materikin şimalı amma yığılmışam cənub. Düzdür. Ruqayya xanım, Gəlməm. hazırıq. Hazırım.
Getdik müəllim. Deyin görün mənə, bax mən də xüsusiyyətlər deyirəm. Deməli, iyul müsbət 16-18, yanvar -30, rütubət 300 millimetr, iyun, iyul, avqust. Mənfi 200 mənfi. Bu mülayim deyil, kəskin kontinental. Düzdür. Kəskin kontinental, düzdür. Yanvar ayının orta temperaturu müsbət 35. 35. İyul ayının orta temperaturu müsbət 20. Rütubətin miqdarı 2000 millimetrdən çoxdur, il boyu bərabərdir. Bu belə temperatur mənfi müsbət 35-də bu tropikdir. Yağıntı da il boyuca dəniz, tropikin dənizi deyil. Şimal yoxsa cənub? Yanvar 35, iyul 20. Şimallıqda mən. Yox. Yanvar ayına neçə dərəcə verir? Cənub. Bəli, cənub. 35. Müəllim, hansı göstəricidə iyul çoxdursa yanvardan, bilin ki, şimaldır. Yaxşı. Yaxşı. Tamam, çünki bax, məsələn, yayda bizdə temperatur çox. Bizdə iyul ayında temperatur çox olur, yoxsa yanvarda? İyulda. Haysa. İyulu çox, yanvarı az olan varsa şimal yarımkürəsi düşünün. Yox, iyulu az, yanvarı çoxdursa deməli cənub yarımkürəsi. Yaxşı müəllim? Yaxşı anladım. Aha, davam edirik. Bəli. İyulun orta temperaturu müsbət 2-3. 2-3. Yanvar ayının orta temperaturu 16-18. 1000 millimetr yağıntı il boyu. 1000 millimetr. Bəli. Tək yağıntıdan tutmayın. Ha, müəllim, temperaturu nə edir gedişatına bax. Müəllim, mülayim dənizidir. Hansı yarımkürə? Bu şimal. Müəllim, iyula neçə dərəcə vermişəm? 2-3 vermədim. Yanvara nə verdim müəllim? 16. Hə, cənubudur, yanvar Bəli. çoxdur. Hansı yanvar çoxdur deməli cənubdur. Yaxşı. Tamam. Davam eləyək. Bəli. İyul 26-28. Aha. Yanvar ayının orta temperaturu müsbət 5-7. Bir dəqiqə. 5, 7. Aha. Rütubət 1000 plus. Əsas səsi düşür iyun, iyul, avqust ayı. Subtropik deməli. Hansı tip? 1000 plus mussondur. Düzdür, musson. Neçə oldu? Rüqay xanım. 4. 4 oldu. Dörd oldu. Hə. İyul 8-10 müsbət. Yanvar -30, -20, -30. Rütubət 300-400 arası. Əsas səsi iyun, iyul, avqust. Bu mənfidirsə bu bütlərdə olacaq. Yağıntının nə qədər dedim? 300-400. 300-400. Yay aylarında düşürsə, onda subantarktikdir. Subantarktik olmaz, subarktik. Çünki iyulunu 8-10 vermişəm, müsbət. Acaba bunlar niyə qarşı? Hə, Yanvarını -30 vermişəm, müəllim. hə, bildim. Başa düşdünüz? Tamam. Düşdüm mən. Təşəkkür. Xəritə verəcəm, müəllim. Aha. 1 2 3 4
4 5. Buyurun Qaya xanım. Bir mülayimə düşür mənim. Mülayim hansı tipinə? Mülayim dəniz olacaq. Səhv eləmirəmsə. Düzdür. 2 subekvatorialdır. Aferin. 3 görüm hansı səs. Lap cənubunu şey eləmişsə də mənim. Onda subtropik olur. Subtropikin hansı tipi? Subtropikin kontinentaldır da. Düz. 4 tropikin orada dağlardır da. Orada quru Hansı? səhra Düzdür. Hansı səhradır quru burada? tropik. Hansı səhradır burada? Atakan mı? Düzdür. Düzdür. Hə, Atakan. 5 qoyucuğum subarktika düşür. Subarktika düşür da mən. Düzdür müəllim. Təşəkkür. Su vaxtı. Kimsə qalmadı sual vermədiyim. Sual vermədiyim bir kimsə qalmadı müəllimlər. Bugün tapa biləcəm onu. Hayda, necə oluyorlar? İsmail müəllim, diaqramları axtarırsınız skriptdə. Hə, Axı yuxarıya getdiniz başlayanda, orada lap yuxarıda var idi. Bəlkə biraz yavaş-yavaş geri qaydasınız zəhmət. var idi, gözümdən yayını. Mənə elə gəlir ki, gördüm, yanılmıram səni. Ki, mən də diqqətsiz olmuşam, ola bilər ki. Hə, tapdım. Evimdə gördüm onu. Bir dənə baxmayın siz. Qoy edeyim bunu. Bakmayın. Ekranı paylaşmışsınız da mən görürük. Paylaşmışam. Paylaşımı dayandırdım axı. Biz görürük. Zarafat edirsiniz. Aynen görə bilməzsiniz. İşte siz aldı dostu. Sağ ol. Yaxşı deyə çox. Görürsünüz, mən anlattı. Yaxşı. Ne deyirəm çocuk? Hə. Все. Buyurun benimle. Görürsünüz da tertemizdir. Heç bir sıxıntı yoxdur. Heç bir. Buyurun. Deməli, birinci başlayırıq. Xahiş edirəm təhlil eləməyə. Eləyin təhlil. Siz bir dəqiqə təhlil edin, gəlirəm mən bir saniyə. Alanar müəllimlər təhlil. Beni necə deyəcəksən müəllim? Yox, siz təhlil eləyin, onsuz da mən indi açacağım da burada. Düz səhv olduğunu deyəcəksiniz. Müəllim, Bəli, buyurun. mən bu diaqramları ümumiyyətcə anlamıram, başa düşmürəm. Video izaha baxmısınız müəllim? Məndə video izahlar sadəcə link şəklində gəlir, kopyalayıb yapışdırıram, açılmır.
Video başqa şeylər gəlir. Yəni belə qrupa atırsınız, indi Bəli. digər müəllimlərdə üstündə video hissəsi düşür. Bəziləri elə gəlir, amma son dərslər elə gəlmir. Sadəcə link gəlir və elə mesaj kimi yazılır. siz Ruqayyə xanım WhatsApp-ınızı son dövrlərdə yeniləyib eləməmisiniz və yaxud da ki gizliyə qoymamısınız, qrupa qoşulmağa qadağan zad qoymamısınız. Xeyr. İndi mən bax bayaq dərsi atmışam. Onu bir dənə baxın görün nə formadır. Yaxşı, deyil. Baxın zəhmətiniz. Və siz niyə onu mənə demirdiniz ki, mənim belə problem var? Keçən dəfə qrupa yazdım, bir dənə müəllimə atdı, yeni elə düşdü. Amma özəldən bir iki dəfə atandan sonra elə video şəklinə düşdü. Amma sonradan yenə qrupa atdıqları elə link şəklində Elə düşdü. düşəndə qrupa atılanları götürmür da sizin telefon. Düzdür? Özələ atanda düşür. Yenə elə düşdü. Şəxsiyyət Yenə elə nə bilim, yazılıb elə düşübdü. link şəklində düşmür də, elə bir şəkil kimi düşüb də. Xeyr. Bir dəqiqə atıram. Yukarı olur. Demedim diyor ki. Bildim. O WhatsApp-ın problemi deyil mi? SMS. Adi SMS kimi. O WhatsApp-ın problemidir. Mən elə sizə şəxsiyə atıram mənim. Ruqayyə xanım. Bəli. Mən sizə şəxsinizə atıram onu. Siz elə bir indi görün nətər gəldi. Elə bir şey olsa yenə də. Hə, buradan şəxsidən elə düşür müəllim. Sən, Üstündə video sizin düşür. WhatsApp-ınızda qrupla bağlı, qrupa qoşulmaqla bağlıdır problem. Onu başa çıxan adam varsa ona bir dənə düzəltdirin. Ya olmasa heç nə də eybi yoxdur. Belə şəxsiyə yazarsınız, ya qrupa yazarsınız, kimsə atar, ya mənə yazarsınız, mən yönəldərəm sizə. Sıxıntı yoxdur. Bəs niyə demirdiniz ay müəllim onu deyə kimi bu videoları hamısını? O indi video izaha təzədən baxarsınız mənim. Yaxşı. Orada indi kömək eləyəcəm. Açacağam burada, yenə izah eləyəcəm. Başlayaq müəlliməm izaha. Deməli, iyul, yanvar. Tamam. İyul və yanvarı qoyduq. Bax müəllim, bu iyul temperatürdə, bu yanvar. İyul ayının orta temperaturuna baxıram, neçə dərəcənin üzərində gəlib durur? 10 dərəcənin. Düzdürmü müəllim? Yanvarın orta temperaturu gəldi neçənin üzərində durur? -20 dərəcənin üzərində durur. Düzdür müəllim? Hansının temperaturu çoxdursa ona yay yazıram. İyul -10, yanvar -20. Təbii ki, -10 ya -20-dən çoxdur. Düzdür müəllim? Buna yazıram yay. Buna da yazıram qış. Düzdürmü müəllim? İyulun orta temperaturu 10 dərəcə, yəni yayın mülayim olması deməkdir. Nə deməkdir? Mülayim. Qışın -20 dərəcə olması soyuq deməkdir müəllim. Qış özü sərt soyuqdur. Sərt soyuq. Düzdürmü müəllim? Qeyd elədim müəllim. Temperatur bitdimi? Keçirəm rütubətə. Rütubət də bilirsinizdə bu sütunlardır. Düzdür müəllim? Baxıram ki, iyun, iyul, avqust aylarında sütunlar çoxdur. Hündürdür. Yəni rütubətlidir. Yazıram iyun, iyul, avqustun qabağından rütubətli. Düzdür müəllim? Amma dekabr, yanvar, fevral aylarında rütubət çox aşağıdır. Kiçik göstərir. Bax görürsünüz məsələn dekabr ayına 20 mm yağış göstərir. Buna da yazıram quraq. İndi oxuyun. İndi bura baxaq. Yəni nə oldu? Mülayim rütubətli. Qış nə oldu? Sərt soyuq quraq. Hansı iqlimdir bu? Subarktik. Başa düşdünüz müəllim? Bir də İsmail müəllim, Bəli. üzr istəyirəm. Bunlar bir dənə bir şey deyim. Buyurun, Müəllimə əlbəttə. daha o da rahat olsun. Siz təbii ki, daha gözəl izah edirsiniz. Buradakı bu izoterimlər var. Əgər izoterim yuxarıdırsa, Aysa o o şimaldır. yuxarı kimi, başı yuxarıdırsa, bəli, şimal. Əgər başı aşağı olsa, bilin ki, o cənub Düz. yarımkürəsidir. Bax məsələsi bunun kimi. Sağ olun müəllimə başa düşdüm. Aha. Buyurun müəllimlər. Hamısına iyul yazaq. Buyurun indi təhlil edin. İyul, yanvar. Yanvar. Bir dəqiqə Tropik aralıq gəlir. tərsmin. Deməyin, qoy bir də müəllimlər özləri açsınlar.
Hara saat öğretmenim yoksa burada izah eləyəsin. Yo, burada onsuz da özüm izahı veririm. Çünki bəzi müəllimlər izahı başa düşmür. Özüm yenə ümumi izah verirəm ki, qoy burada bir də başa düşsünlər. Belə istəsəniz bu qrupa da yaza bilərsiniz. Həm də subtropikın aralığında heç vaxt mənfi temperatur olmur. Ona Evet. görə elə onu biraz yadda saxlamaq qismən hasatdır ki, subtropikin aralığında mənfi yoxdur. Həm də ilin soyuq dövründə düşür yağmur. Ay, sağ ol, düzdür. Baxıram ki, iyul temperaturu neçə dərəcədir? 25 dərəcə. Yanvar temperaturu neçə dərəcədir? Təqribən 8 dərəcə. Hansı çoxdursa ona yay yazıram. Yay, qış. Vəssalam. 25 dərəcə temperatur isti deməkdir. 8 dərəcə temperatur mülayim deməkdir. Mülayim. Hə, indi bitdimi müəllim temperaturun gedişatı? Rütubətə baxıram ki, iyun, iyul, avqust aylarında rütubət çox azdır. Yəni quraqdır. Tropik hava olduğuna görə. Asıl. Amma dekabr, noyabr, yanvar, fevral ayları rütubətlidir. Yəni yanvar ayı olduğuna qabağına rütubətli yazıram. Rütubətli. Vəssalam. Baxıram. Yay oldu isti qrup, qış oldu nə? Mülayim rütubətli. Özəl şimal nə olur? Aralıq dənizi. Başa düşdünüz müəllim? Rüqay xanım qaranlıq qalmadı nəsə? Mən başa düşdüm. Tamam. Yenə də yanvar, iyul yazaq. Bu da cənubun aralıq dənizidir. Çünki elə bilin ki, onun əksidir də. Bayaq qış aylarında düşürdü, burada yay aylarında düşürdü. Hı -hı. Burada da mənfi yoxdur. Eləyim təhlili birbaşa, yoxsa gözləyim müəllimlər? Sizə necə rahatlıq eləyib mən. Olsa siz təhlil edin ki, biz daha yaxşı başa düşürük. Tamam. İyula baxırıq müəllimlər. Neçə dərəcədir? 5 dərəcə. Yanvara baxıram, neçə dərəcədir? Təqribən 25 dərəcə. Dediyimiz kimi, hansı çoxdursa ona qış, yay hansı azdırsa ona qış. İyul azdır deyə bura yazıram qış. Buna da yazıram yay. Vəssalam. İndi yayın 25 dərəcə isti deməkdir, yayın isti olması deməkdir. Qışın 5 dərəcə mülayim olması deməkdir. Mülayim. Vəssalam. Keçirəm nəyə? Rütubətə. Baxıram ki, iyun, iyul, avqust ayları bol rütubətlidir. İyulun qabağından rütubətli yazıram. Rütubət. Amma dekabr, yanvar, fevral ayları az rütubətlidir. Yəni quraq yazıram. Vəssalam. Oldu nə? Yay isti quraq, qış mülayim rütubətli. Gördünüz müəllim? Bu səfər isə olur nə? Cənub, aralıq, dəniz. Buyurun müəllimlər. Video rekorda da axırda baxarsınız müəllim. Linkini atacağım qrupa. Şimal subekvatorial deməm. Bəli. İkisi də ikincisi də cənub subekvatorial. En Baş- çok sevdiğim sıkıntı subekvatorialdır. Cənubda Yəni, azdan bunlar- renkli az olur. Subekvatorial olmaz. Neyse. Çox Şimal olur. subekvatorial müəllimə düz deyil. Yuxarıdakı şimal, aşağıdakı da cənub. Müəllimə Bax- Yox, aşağını deyirəm, şimal deyirəm. o da cənub yarımkürəsinin subekvatorial. Buna neçə dərəcə yazarıq? Təqribən 28 dərəcə. 8 və 28. Yanvara da təqribən neçə yazırıq? 22. 22. 22 dərəcə. Yay,
qış. Hər ikisində Nerede 20-dən ilk defa yuxarıdır. oldu? Aysa istidir. Hər ikisi nədir? İstidir. Amma iyun, iyul, avqust ayları bol rütubətdir. Yazıram rütubətli. Dekabr, yanvar, fevral ayları az rütubətlidir. Yazıram nə? Quru. Olur nə? Yay isti rütubətli, qış isti quru. Söhbət nəydən gedir? Şimal, subekvatorial. Və nəhayət sonuncu. Yenə də iyul, yanvar. İyula neçə dərəcə qoyuram? Təqribən 22-də. Yanvarda 30 dərəcə təqribən. Düzdürmü müəllimlər? Baxın, 30 dərəcə. Qış, yay. İsti, isti. Dekabr, yanvar, fevral ayları rütubətlidir deyə yazıram rütubətli. İyun, iyul, avqust ayları quraqdır deyə yazıram quraq. Vəssalam. Yay isti rütubətli, qış isti quraq. Olur hansı? Cənub subekvatorial. Belə. Kiminsə sualı var nəsə? Bu başa düşmədiyi